Uşağın çıxardığı problem davranışlar və kriz anında yaranan davranışlar. Bunlar tamamilə fərqli anlayışlardır. Problem davranışları düzgün təsbit etmək üçün öncəliklə onların hansı tip davranışa aid olduğunu müəyyən etmək lazımdır. Problem davranışını çıxartmaqda uşaqların adətən müəyyən bir məqsədi olur funksional olaraq. Bunlar adətən 4 qrup olur. Birincisi, uşaq nə isə istəyir, əldə etmək üçün problem davranış sərgiləyir. İkincisi, uşaq müəyyən bir şeyi istəmir etmək və qaçınmaq üçün problem davranış sərgiləyir. Üçüncüsü, diqqət çəkmək üçün, ilgi çəkmək üçün problem davranış sərgiləyir və dördüncüsü, duysal bir arayışda olduğu üçün problem davranış sərgiləyir. Kriz anındakı davranış isə tamamən məqsədsiz şəkildə uşağın duyğularını və bədənini idarə edə bilməyib, səbəbi olmadan da yarana bilən davranışlardır. Davranışın altda yatan səbəbi düzgün şəkildə funksional olaraq analiz etmədən davranışa müdaxilə etdikdə, davranış əksinə sönməyib daha da çoxala bilər. Ona görə öncəliklə problem davranışın məqsədinin nə olduğunu, hansı qrup davranış növünə aid olduğunu müəyyən edib, sonra davranışla işləməyə başlamaq lazımdır.